Hər kəsə salam. Sizlərlə korporativ əl işlərimi bölüşəcəm. Bəs bu əl işlərini hara hazırlamışam deyə soruşsaz, Güclü Qadın Güclü Cəmiyyətdir. Buna görə də qadınların uğur və motivasiya mərkəzi kimi açılmış Münəvvər Kərimova ilə qonaqlara maraqlı bir dizayn hazırlamaq qərarına gəldik. Bəs bu hədiyyə necə olsun deyə düşünərkən loqoları qara qızılı tonlardadır. Fikirləşdik ki, həm çox böyük ölçü olmayan, həm də yadigar qalacaq bir masaüstü dekorlar hazırlayaq. Ona görə də mən qara qızılı rəngləri baz alaraq, qara qızılı daşlardan istifadə edərək maraqlı masaüstü dekorlar hazırladıq. Həmçinin siz də qonaqlarınıza uyğun hədiyyəliklər, loqolarınız ilə və yaxud da ki ad soyadlar ilə və ya sadəcə dualar ilə bayramlarda korporativ sifarişliklər verə bilərsiniz. Bu arada ona da qeyd edeyim ki, əgər hobiləri olan xanımlar varsa, iş sahibi olan xanımlar varsa və daha çox iş sahibi olan xanımları tanımaq istəyirlərsə, bu cəmiyyətə üzv ola bilərsiniz, daha çox sosiallaşa bilərsiniz, bir-birlərinizi tanıya bilərsiniz və yaxud da ki özünüzü də tanıda bilərsiniz. Bu hədiyyəlikləri həmçinin qonaqlıqda özüm də iştirak edərək özüm payladım və hər kəsə nə az nə çox 70 nəfər xanıma mənim bu hazırladıklarım getdi və sizə bu əl işlərimdən çatmışdı. 8 mart münasibəti ilə də səhifəmdə olan bütün xanımları təbrik edirəm. Hər bir xanıma xoşbəxt olmağını, daha çox uğur əldə etməyini, özlərinin öz ayağı üstündə durmağını arzu edirəm. Və sizcə mənim bu əl işlərim necə alındı? Bəyəndinizsə like etməyi və izləmədə qalmağı unutmayın.